Salam əziz izləyicilərimiz, xoş gördük sizləri. Biz bugün Zaqatala rayon Ələskər kəndində qocaman bir müəllimimizin evində qonağı. Xoş gördük müəllim sizi. Çok sağ ol. Siz sağ olun müəllim. Adınız, soyadınız? Naim Mahmud Mehmetoğlu. Müəllim neçənci ildə anadan olmusunuz? 1952 yılında. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə dərs demisiniz? Ben iktidai sınıf müellimi. Tamam pedagoji teknikum bitirdim. Bəli, sizin kimi ibtidai sinif müəllimlərinin sinif müəllimi. sayəsində biz qələm tutmağı öyrənmişik. Çox gözəl müəllim. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1971 yılında. 72-73 yıllar. Bəli. Hansı məktəblərdə çalışmısınız? Ben Köydemir rayonun Pamukçal Savxozunda bir il işlədim. Bəli. Ondan sonra hərbi xidmətə getdim. Hərbi xidmətdən sonra Təzədən gəlib yuxarı Çardaqlar kənd orta məktəbində öz fəaliyyətimi bitirdim, başladım. Bəli. O yer ixtisara gələn müəllimin həm müəllimi analıq məzuniyyətə çıxıb vaxtı bitdikdən sonra mən orada işsiz qaldım. Rayon Təhsil Şöbəsinə müraciət elədim, dedi ki, yuxarı Qaraqay kənd orta məktəbində ehtiyac var. Ondan sonra ben gittim yukarı Qaraqay kənd ümumi orta, Qaraqay 8 məktəbində. 3 il orada işlədim. Bəli. Ondan sonra məktəbimizdə Ələskər kəndində 5-ci sinif açıldı. Bəli. 5-ci sinif açılandan sonra mən təyinatımı Ələskər kənd Orta məktəbində fəaliyyət ümumi göstərdiniz. orta məktəbinə gəldim, orada fəaliyyətimi bitirdim. Uzun Bəli. müddət işlədikdən sonra mən yaşım bitdiyi üçün pensiyaya çıxdım. Mənim təqaüdə neçənci ildə çıxdınız? Təqaüdə çıxdım da. Neçənci ildə çıxdınız? Pensiyaya mən bu il Neçə il olar? 6-7 il olar, 7 il olar. Bəli. Müəllimlik sizin üçün nə deməkdir? Müəllimlik mənim üçün şagirdlərə, xalqımıza savad. Savadlı etmək, öz gələcəyim, uşaqların gələcəyinin deməli, işıqlı olması üçün mən onlara dərsimi necə lazımdır, layiqdir Yerinə yetirmisiniz. yetirdim öz vəzifəni. Çox gözəl. Yəqin ki, müəllim, sizin də uğurlarınız olub. Sizin dərs dediyiniz şagirdləriniz hansısa bir sənətin sahibi olubdur. Mən dərs edeyim şagirdlərdən müəllim işləyənlər var. Çox gözəl. Bizim Müəlliminin kənddə yolunu məndən davam bərabər elətdiriblər. Məktəbdə dil ədəbiyyat müəllimi işləyirdi, mən dərs deyən şagird. Nə gözəl. Çox gözəl. Bu da sizin uğurlarınız. Başqa müəllimlərdə mən dərs deyən uşaqlar orada kənddə, məktəbdə indi işləyirlər. Nə gözəl. Yuxarı kənddə dərs deyirdim, kənddə neft kimya institutu qurtaran uşaqlar var. Ali məktəbi qurtaran uşaqlar çoxdur. Onlar indi Bakıda yaşayanlar da var onlardan. Çox gözəl. Müəllim, həyat yoldaşınızın adı, soyadı? Tinayeva Cariyyət Əlibəy qızı. Mən bildiyimizə görə çox gözəl atasınız, çox gözəl də babasınız. Neçə evladınız var ümumilikdə, adlarını qeyd edərdiniz? 5 övlad atasıyam. Bəli. Tinayev İlham, Tinayeva İlhamə, Tinayev Fərruh, Fərman, Fərruh, Fəridə. Bəli də. Çox gözəl. Ümumilikdə neçə nəvəniz var? Ümumilikdə 11 nəvəm var. Ay maşallah, Allah sağ eləsin hamısını. Nəticə varmı müəllim? Nəticəlik yox. İnşallah Allah ömrünüzü uzun eləsin, nəticə də görəsiniz. Müəllim, çox sağ olun, var olun. İndi sizi çəkdiyi işıqlandıracaq Allahın izni ilə. Buradan sizə baxacaqlar. Allah ömrünüzü uzun eləsin. Siz özünüz onlarla birlikdə əyləşib baxasınız. Nəvələrinizlə birlikdə, nəticələrinizlə, hətta kötücələrinizlə birlikdə, evlatlarınızla birlikdə oturub baxasınız. Onlara ürək sözü olaraq nə bildirə bilərdiniz? Onlara ürək sözüm ondan ibarətdir ki, təhsilə şeyləsinlər. Önəm versinlər. Bəli. Oxusunlar. Bəli. Savadlı olsunlar. Ali məktəbi qurtarmaq şərt deyil. Bəli. Azərbaycan xalqı üçün
bir vətəni sevən Övlad olsunlar. övlad olsun. İkinci də sənət sahibi olsunlar. Bəli. Şərt deyil ki, gedib institut qutarıb, o sənət. Bəli, bəli. Ən gözəl sənət sahibi olsunlar. sahibi olsunlar. Hansısa bir sənətin Bu sahibi yerdə olsunlar. Heç kimə möhtac olmasınlar. Bəli. Çox sağ olun müəllim, var olun. Sizlə gəldik, tanış olduq sizinlə. Mənim üçün çox şərəf duydum ki, mən sizin kimi qocaman bir müəllimlə mən gəldim, həm söhbət oldum. Çox sağ ol. Ucqar bir kənddir, Ələsgər kəndi. Çox sağ olun, var olun. Sizə dərin təşəkkürümü bildirirəm. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun, var olun müəllim. Sağ olun, siz də sağ olun. Sağ olun.